Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün deməli, fəaliyyət fonu növlərinin ilk sahəsi olan idrac sahənin testlərinə baxacağıq. Başlayaq elə vaxt itirmədən birinci sualdan. Birinci sualda hansı fikir yanlışdır, onu soruşur bizim. İdraçi taksonomiya dünyanın ətraf aləmi və özünü dərk edilməsidir. Bəli, idraci sahə dünyanın, ətraf aləmin özünün dərk edilməsidir. Bloom taksonomiyası ümumi təlim nəticələrinin reallaşmasında mühüm əhəmiyyətə malikdir. Ümumi təlim nəticəsi nədir? Dəqiq sildim. Ümumi təlim nəticəsi məcmu xətti üzrə nəzərdə tutulmuş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Onun reallaşmasında mühüm əhəmiyyətə malikdir. Düz. Pozitiv affektiv mühit təlimdə dəstəkləyici mühitin yaradılmasına şərait yaradır. Pozitiv affektiv mühit, yəni emosional mühit təlimdə dəstəkləyici mühitin yaradılmasına şərait yaradır. Mən dərs prosesində şagirdlərə nə qədər müsbət yanaşsam, dərs prosesi nə qədər emosional cəhətdən yüksək olsa, bir o qədər dəstəkləyici mühit yaranmış olar. Psixomotor fəaliyyət ancaq təsvirincəsənət, texnologiya, musiqi dərslərində formalaşır. Baxın, izahda da bu məqama qeyd eləmişdim ki, ancaq fikri səhvdir. Çünki Azərbaycan dilində şagirdə A yazmağı öyrədirik, riyaziyyatda B yazmağı öyrədirik, B-dirmi 5 yazmağı. Yəni, digər fənlərdə də formalaşa bilər. Yəni, yanlış cavab D variantı. E variantı nə deyir? Benjamin Bloom öyrənmə nəzəriyyələri və təlim nəticələrinin təsnifatına böyük töhfələr vermişdir. Beləliklə, bu nəzəriyyənin formalaşması Benjamin Bloomla bağlıdır. Daha sonra, ikinci fikir. Bu da bizdən yanlış fikri soruşur. Hansı fikir doğru deyil? Rollu oyunlar, tənqidi sualların verilməsi, şəxsi münasibətin əlavə edilməsi və s. emosional affektiv fəaliyyətə nümunə ola bilər. Bəli, emosional affektiv sahə nümunə ola bilər. A variantı düz. Yada salmaq, dərk etmək, sonra nə deyir? Qavramaq emosional fəaliyyət hesab olunur. Yada salmaq nədir? Xatırlamaq. Xatırlamaq hansı sahənin mərhələsidir? İdraki sahənin. Emosional nədir burada? Səhvdir. Sıx B variantıdır səhv cavab. B. Bizdən elə səhv cavab soruşur. O birənə baxaq. Qaçmaq, şəkil çəkmək, nəğmə oxumaq. Bunlar nədir? Bax, qaçmaq, şəkil çəkmək. Fiziki fəaliyyətdir. Psixomotor sahənin tərifi necə idi? Psixomotor. Psixi məsələlərin fiziki məsələlərə təsiri var dildə. Qaçmaq fizikidir, şəkil çəkmək fiziki hərəkətdir. Deməli düz. Bloom taksonomiyasının sahələri ayrı-ayrılıqda mərhələlərə bölünərək şagird fəaliyyətini istiqamətləndirir. Bəli, ayrı-ayrılıqda mərhələlərə bölünür. İdraki sahə bölünür, xatırlamaq, anlamaq və s. Affektiv, emosional sahə bölünür, qəbul etmə, cavab vermə, o biri imitasiya, manipulyasiya bu formada bölünürlər. Daha sonra, Bloom taksonomiyasının əvvəlki versiyası ilə yeni versiyasında 5-ci və 6-cı sıraların yerində dəyişiklik olub. Nə tər dəyişiklik olub? Baxaq. Deməli, əvvəl 5, bu qələmi çox nəzildim, bizə elə açaq bunu qalınlaşdıraq. Aha. Əvvəl 5 ilə 6-da necə idi? 5-ci yerdə sintez idi, 6-cı yerdə dəyərləndirmə idi. İndi necə olub? 5-ci yerə gedib dəyərləndirmə, 6-cı yerə də bu sintez yaratmaq adı ilə gəlibdir. Bu formada dəyişib. Və deməli, E variantı da düzdür. Dəyişiklik olubdur. Sonra, yenə deyir, hansı fikir doğru deyil? Hansı fikir doğru deyil? Öyrənmə, inkişaf yalnız idrak sahə ilə bağlı olan bir prosesdir. Öyrənmə, inkişaf yalnız idrak sahə ilə bağlı deyil. Yalnız idrak sahə ilə olsa, emosional, psixomotor sahənin heç bir mənası olmazdı. Buna görə yanlış cavab A variantı. Taksonomiya iyerarxiya əsaslanan sistemdir. Bəli, iyerarxiya əsaslanır. Niyə? Birinci nədir? Birinci mərhələ. Xatırlamaq. Sonra anlamaq, tətbiq etmək. Görürsən, məsələn, birinci xatırlamaq, anlamaq, tətbiq etmək. Bax, bu iyerarxik sistemdir. Sadədən mürəkkəbə doğru gedir. Daha sonra, taksonomiya dərsin planlaşmasında qiymətləndirmənin ardıcıl və sistemli aparılmasında əhəmiyyətli rol oynar. Bəli, psixomotor sahə insanda psixi proseslərin fiziki proseslərə necə təsir etdiyini göstərir. Bəli, psixi proseslərin fiziki proseslərə az əvvəl dediyim kimi necə təsir etdiyini göstərir. Yəni, mənim ona mənfi münasibətim, müsbət münasibətim onun hərəkəti öyrənməyə necə təsir göstərir. Məsələn, mən şagirdə rəsm çəkməyi öyrədirəm və o səhv eləyən kimi, yanlış eləyən kimi, bu nə səhv elədin sən, belə
bir şeyi öyrənən bir səmimi, bu kimi yanaşma artıq onun fiziki prosesinə, rəsm çəkməyi öyrənməyinə mənfi təsir edəcək. O yaxşı öyrənməyəcəkdir və yaxud da öyrənməyə çox vaxt alacaqdır. Ancaq mən müsbət yanaşsam ki, sənə güvənirəm, sən rəsm çəkə biləcəksən, bacaracaqsan, artıq o tez bir zamanda öyrənə bilər və yaxşı rəssam ola bilər. Daha sonra E variantı, təlimdə affektiv strategiyalar, emosiyanın idarə edilməsini yönəlmiş metod və üsuldur. Bu da doğru versiyadır. Sonra bir dəqiqə buranı da silək, gəlmişəm da. Baxırıq nəyə? 4-cü suala. Deyir ki, hansı fikir doğru deyil? Əvvəlki versiyada mərhələ adları isimlərlə ifadə olunub, yeni mərhələdə feillərlə. Bax, əvvəlki mərhələdə isimlərlə, yeni mərhələdə feillərlə ifadə olunub. Bu düzdür. Niyə düzdür? Əvvəl isimlə ifadə olmuşdu, indi feillərlə. İndi feillərlə ifadə olunmağından məqsəd onun daha ölçülə bilən olmağına kömək edir. Daha ölçülə bilən. Mərhələ adlarının feillərlə ifadə olunması onları daha aydın və ölçülə bilən edir. Düz. Kurikulum vəsaitində hər iki versiyadan istifadə olunub. Xeyr. Hər iki versiyadan niyə istifadə olunsun ki? Biri 1956-cı ildədir, biri də 2001-ci ildə məsələn tətbiq olunubdur. 2001-i yeni versiyanı götürəm də, əvvəlki versiyanı nə edirəm ki? Yanlış cavab C variantı. Elə burada 1956-da dedik. İdraç sahəsinin orijinal variantı 1956-cı ildir. D variantı nədir? Bulum idraç sahəsini və təlim nailiyyətlərinin səviyyələrini müəyyənləşdirən mərhələləri işləyib hazırlanmışdır. Bəli, Benjamin Bloom tərəfindən işlənib hazırlanıb. Sonra nə deyir? 5-ci sual. Şagird paytaxt olmuş şəhərlərimizi sadalayır. Bu, bax, anlamağa nə ehtiyac? Elə yadına sal, hansı şəhərlər paytaxt olur? Yadına sal, dedi, getdi. Bir dənə xatırlamaq buna kifayət eləyir. Bir dənə xatırlamaq. Sonra şagird meşə yanğınlarını qarşılamaq üçün yeni layihə. Və yeni layihə var, yenilik var. Yeni sözü bizə köməkdir. Yeni varsa yaradıq. Yaratmaq var. Sonra 7-ci sual. Şagird Əhməd Cavad, Mişa Müşfiq yaradıcılıqları arasında müqayisə edir. Bax, 2 dənə müqayisə edir, 2 dənə şairin yaradıcılığı arasında. Düzdürmü? Bax, bunun məsələ nədir? Diqqətli nəyə yanaşırıq? Mən sadə müqayisə demişəm, bir də mürəkkəb müqayisə demişəm, izahdır. Yaradıcılıqla müqayisə edirəm, yadıma salıram, məsal üçün deyirəm. Əhməd Cavad, misal üçün dəqiq bilmirəm, Əhməd Cavad deyəlim ki, realist yazıb, Mişa Müşfiq romantik yazıb, romantik realist. Bir dənə yadıma düşdü ki, romantik realist yazıbsa, məsəl üçün, S yazmışam bura, bunu silim, Əhməd yazım. Yadıma salıram ki, Əhməd Cavad realist yazıbsa, bu məhəbbətdən, romantikdən danışmaz, tarih etdi. Ancaq mən dərinə düşsəm ki, Əhməd Cavad filan əsərdə, filan obraza, filan münasibəti bəsləmişdir. Filan münasibəti. Və yaxud başqa müxtəlif yanaşma. Desəm ki, misal üçün, Mişa Müşfiq filan şeirində vətənin azadlığı haqqında filan ideyaları irəli sürmüşdür. Çünki dərinə getdim. Səhti yanaşıramsa, anlamaq kifayət edir. Dərinə gedirəmsə, təhlil etməkdir. Hətta mən mətndə uyğun görürəm ki, bu sualda D variantını salmaq daha düzgün idi. Ancaq müəyyən qədər izah verdim. Bu da E-dir. Səhti müqayisə varsa, anlamaqdır. Dərin müqayisə varsa, təhlil etməkdir. Şagird verilən misalı düsturlardan istifadə edərək həll edə bilir. Bax, düsturdan istifadə edir. Düstur. Deməli, nə edir? Tətbiq edir. D variantı. Şagird qarşılaşdırma bacarıqlarını sadalayır. Bağlayıcılarını, bacarıqları demişəm. Qarşılaşdırma bağlayıcılarını sadalayır. Yadına salır, sadalayır. Yadına salır, sadalayır. Amma, ancaq, lakin, halbuki və s. bilmirəm, amma, ancaq, lakin və s. arxasında özü sadalayan şagirdir. Sadalayır. Neyinir? Yadına salır, deyir. Sardı getdi. Xatırladı. 10. Şagird oxuduğu şeirdə şairin mövqeyini müəyyənləşdirir. Şairin mövqeyini müəyyənləşdirir. Görün, şagird, məsələn,
baş qəhrəmana necə münasibət bəsləyib, ikinci dərəcəli qəhrəmana necə münasibət bəsləyib, hansı mövqedə durub, təhlil eləyirəm. C. Sonra şagird ətrafı zibiləyən insanlara qarşı mənfi düşüncədə olduğunu və bunun üçün bir tədbir görülməsini düşündüyünü bildirir. Bax, bu öz münasibətidir. Kimisə münasibətini düşünmür ki, burada. Yəni, filan kəs belə deyir. Yoxdur. Bu, sadəcə düşünür ki, ətraf zibilləyən insanlara qarşı mənfi düşüncədə olduğunu və bunun münasibəti necədir? Ətrafı zibilləyən insanlara necə dəyər verir? Mənfi dəyər verir. Və bunun üçün bir tədbir görülməsini düşünür. Heç hara getmir. Elə bu, buraca saat bəs eləyir ki, ətraf insanları zibilləyən insanlara qarşı mənfi düşüncədədir, mənfi dəyər verir. A variantı. Sonra, şagird məktəbdə nizam-intizam qaydalarına bir o qədər əməl edilmədiyini görür və bunun üçün yeni tədbirlər irəli sürür. Yenə, yeni sözü köməyimə çatır. B variantı. Şagird yeni öyrəndiyi düstura əsasən tapşırığı yerinə yetirir. Düstura əsasən oradan baxıb yerinə yetirir. Ola bilər düsturu yeni öyrənsin, amma bu icad eləməyibdir ki, düsturu. Yox. Sadəcə düsturu yeri öyrənibdir. Ancaq düstura baxıb tapşırıq elə yerinə yetirir. Deməli, neyindir? Tətbiq edir. B variantı. Sonra, şagird özü üçün dəyərli olan məlumatları müəyyənləşdirir. Özü üçün dəyərli olan məlumatları müəyyənləşdirir. Şagird burada məsələ nədir? Şagird özü üçün dəyərli olan məlumatları müəyyənləşdirir. A-dır, B-dir. Şagird A-ya dəyər vermir ki, A daha yaxşıdır, B daha pisdir. Məsəl üçün, dəyərli olan məlumatları indi dəyərli məsələsi var. Ancaq ipucu nədir? Müəyyənləşdirmək. Bu feillərdə var idi. Bir də situasiyaya ümumi yanaşsaq geniş. Şagird A-nın B-dən daha yaxşı olduğunu düşünür. Müqayisə edir, təhlil edir. Ona görə E variantıdır. E variantı. Daha sonra şagird oxuduğu məlumatlardan nəticə çıxara bilir. Bax, nəticə çıxarır. Feillərdə olan bir şeydir. Anlayır, başa düşür. D variantı. Məsələn, yeni nəsə yaratmayıb. Nəsə iki şeyi müqayisə eləməyib. Nəsə öz münasibətini bildirməyib. Nə isə yadına salmaqdan əlavə nəticə çıxarıbdır. Deməli, deyil. Sonra 16. Şagird ona verilmiş tarixi hadisələri xronoloji ardıcıllığa əsasən, xronoloji ardıcılıq əsasən düzdür demişdim. 1500, 1600, 1700 yadına salır bu ardıcılıqda düzdür. Yadına salmaq kifayətdir. Bunu düzmək nədir ki? Bunu anlamağa nə ehtiyac var? Xatırlamaq buna kifayət eləyən bir şeydir. C variantı. 17. Şagird orta dövr şairləri haqqında oxuduğu məlumatları ümumiləşdirir. Bax, A-dır. Ümumiləşdirir. Müəyyənləşdirsəm, o təhlil etməyə gedir. Müəyyənləşdirsəm. Ümumiləşdirəndə də anlamaq kifayət edir. Məsələn, orta dövrdə Vaqifdən, Qasım bəy Zakir, bu kimi şeylərdən oxuyuram. Deyirəm ki, ana dilində yazıb. Anlayıram ki, bu şeir də ana dilindədir, o şeir də ana dilindədir, bu biri də ana dilindədir. Üç şairin şeirləri də ana dilindədir. Deməli, bu orta dövrdə bunlar yaşayıbdırsa da, bunun ana dilində yazmağını mən ana dilində orta dövrdə şeir yazılıb kimi götürə bilərəm. Sadəcə anladım. Yaxşını pisdən müəyyənləşdirmədim ki. Yaxşıya pisə öz münasibətimi bildirmədim ki, dəyərləndirmə olar. Yeni nəsə yaratmadım ki, yox. Sadəcə. Nəyəsə baxıb tətbiq eləmədim ki, yox. Deməli, A variantı. Ümumiləşdirmək aiddir anlamaya. Daha sonra, şagirdlər Aldanmış Kəvakib povestini səhnələşdirir. Bax, bu povest kitaba yazılıb və o kitabdan oxuyuruq, biz onu səhnədə canlandırırıq. Nə edirik? Tətbiq edirik.
Sonra şagird özü və yeri gəldikdə başqalarının mövqeyini müdafiə edə bilir. Özü və başqalarının mövqeyini müdafiə edə bilir. Özü və başqa. Bax, başqasını qoy qırağa. Öz mövqeyini müdafiə etmək. A ilə B-ni seçmişəm. A ilə B-ni seçməmişəm, daha doğrusu A ilə B-nin arasında və yaxud C də var. Mən A-nı seçmişəm. Mən niyə A-nı seçdiyimi müdafiə etməliyəm. Qərar verməliyəm. Əsaslandırmalıyam A-nı seçdiyimi. Dəyərləndirmək. 20. Şagird yaxşı və pis qohumlarını bir-birindən ayırd edə bilir. Yaxşı və pis qohumlarını. Bu məsələni, bu situasiyanın, bu nümunəni mən çəkmişdim. Nədə? Affektivin təşkil etmə mərhələsində. Affektivin təşkil etmə. Burada da mən baxıram, təşkil etmə yoxdur. Təşkil etmə. Ancaq nədir? İki şey arasında ayırd edir. Müqayisə edir. A, B, C. Bu A buna lazım deyil. Dəyər vermir ki, hə, A məncə daha yaxşıdır. Mən A-nı bu haqdan, daha yaxşı olmağını qoyuram qırağa. A haqqında danışmır ki, mənim A-ya münasibətim budur. Mən bu A haqqında bu fikirdəyəm. Bunu demir. Öz fikrini demir. Sadəcə A-nı B-dən, C-dən ayırd edir. Düşünür ki, A yaxşıdır, B ilə C pisdir. Yaxşını ayırd edib seçir. Ayırd edə bilmək. Feillərə, baxın, situasiyalar, ümumi bir dənə məqam deyirəm sizə. Sizi və yaxud hər bir müdavimi çaşdıran məqam, situasiya ilk baxışdan, görünüşdən, çöldən situasiya dəyərləndirməyə oxşuyur, nə bilim, anlamağa, xatırlamağa oxşuyur. Ancaq diqqətimizi yayındıran məqamlar var, diqqətimizdən qaçan məqamlar var ki, biz feillərə diqqətli olmalıyıq. Və ona görə çox vacibdir ki, həmin oradakı feillərə maksimum şəkildə diqqətli olaq. İdraki sahəyə aid olan feillərə maksimum şəkildə diqqətli olaq. Ən əsas da nədə? Təhlil etməklə dəyərləndirmək mərhələsindəki feillərə nə qədər diqqətli olsaq, o qədər rahatlıqla cavabı tapa bilərik. Ki, mən düşünürəm ki, bu sualda məsələn çox müdavim yaxşı pisi dəyərləndirmək. Yaxşıya A-ya daha çox dəyər verir, A-nın daha yaxşı olduğunu düşünür, elə götürür. Ancaq ayırd etmək feilini orada görsə, rahatlıqla gedib təhlil etməyə götürəsidir. Oldu müəllimlər. Sağ olun, özünüzə yaxşı baxın. Gələn izahlarda görüşənədək.